Paxlalı, çolpalı plov hazırlayacağıq. Paxlaları təmizlədik. Qabığını da təmizlədik. Və çolpalarımızı doğradıq. Bir gün öncədən mən bunları turşuladım, istiyotladım, duzladım. Yəni bastırdım, soğanı da vurdum və bunu bir gün saxladım. Gecədən səhərə kimi yağımızı qazanda əritdik. İndi bu toyuqları dibinə yığırıq. Toyuqları düzdük. Bu arada paxla 9 kilo almışdım. Onun yarım kilosunun qabığını təmizlədim bu bişim üçün. Yerdə qalanlarını isə 500 qram yığdım salafan kulyoklarda buzxanada ki, lazım olanda çıxarıb istifadə edəcəm. Düyülərimizin suyu durulanana qədər yudum və 1 saat suda saxladım. Başqa qazanda qoydum su, qaynasın. Qaynayandan sonra içərisinə duz töküb və düyülərimizi içinə qatırıq. Düyümüz qaynayana qədər biz paxlanı isti suda biraz göstərdik. Düyümüz qaynamağa başladı. Paxlamızı əlavə edirik üzərinə. Qarışdırırıq. Çüydü də əlavə edirəm. Dondurucuda saxladığım şühdlərdən də əlavə edirəm. Və 5 dəqiqədə belə qaynadırıq. Görüntüyə bax. 5 dəqiqə qaynayandan sonra isə süzürük. Süzdük, qazana yığdıq, qazanımızı bələdik parça ilə və aşağı vam odda qoyuruq ki, təxminən 1 saat yarım dəmlənsin. Plovumuz pişdi. İndi bunu fırladaq. Kimin əlinin altında hansı qab varsa vacib deyil, bərli bəzəkli. Əsas niyyət nədir? Yeməyin ləzzətli olsun, qarnın tox olsun. 1, 2, 3. Əllərimə sağlıq, nuş olsun.